Sevdiği şeirlerin qurbanına çevrilen qadın. Bu hekayə Dmitri Luçin adlı bir yazışı haqqındadır. O, 1997-ci ilin iyul ayında Novgorod vilayətində bir informatika müəlliməsinin ailəsində dünyaya gəlib. Dmitri uşaqlıqdan ədəbiyyata və kitablara böyük maraq göstərirdi. Məktəbdə isə nümunəvi şagird kimi tanınırdı. O, xüsusilə qızların arasında sevilirdi, çünki onlar Dmitri'nin yazdığı şeirlərə heyran olurdular. Lakin bu cəlbedici və romantik görünüşünün arxasında yalnız onun özünə məlum olan qaranlıq bir həvəs gizlənirdi. Məsələ budur ki, Luçin Amerikalı seriyalı qatil və nekrofil Jeffrey Dahmer'in fanatı idi və zaman keçdikcə Dmitri inanmağa başladı ki, əsl şedevrlər yalnız əzab və ağrıdan doğulur. Elə bu səbəbdən də o, ritual qətilləri araşdırmağa və eyni zamanda 2017-ci ilin sonunda sosial şəbəkələrdə şair kimi tanınmağa başladı. Onun romantik və sadə şeirləri çox sayda qadın pərəstişkarları toplamışdı və onlardan biri də 45 yaşlı satıcı Olga Budunova idi. Olga Dmitriyə şəxsi mesaj yazaraq 8 mart bayramını evində birlikdə qeyd etməyi təklif etdi. Dmitri isə bu dəvəti məmnuniyyətlə qəbul etdi və özü ilə bir şüşə şərab götürüb qadının evinə yollandı. Axşam sakit və yaradıcı bir ab-havada keçməli idi. Lakin birdən aralarında mübahisə yarandı və Dmitri qadının başına elə həmin şüşə ilə zərbələr endirməyə başladı. Ardınca isə qadın son nəfəsini verənə qədər ona dəfələrlə bıçaqla zərbə vurdu. Müxtəlif rituallar haqqında araşdırmalarla ilhamlanmış Dmitri bununla kifayətlənmədi və qətli törətdikdən sonra qadının beynini çıxarıb tavada qızardıb yedi. Hazırladığı yeməyi isə qadının stəkana doldurduğu qanı ilə içirdi. Qonşular qışqırıqları eşidib dərhal polis çağırdılar. Hadisə yerinə gələn əməliyyatçılar isə dəhşət içində qaldılar. Qan içində olan bir mənzil, divarlarda qadının qanı ilə yazılmış şeir misraları və bütün bu xaosun içində sakitcə oturan Dmitri. Nəticədə 2018-ci ilin 20 noyabr tarixində Novgorod vilayət məhkəməsi Dmitri Luçini 19 il müddətinə ciddi rejimli koloniyada məhkum etdi. Özünüzü qoruyun.